Bismillahirrahmanirrahim. İlah Rabbi şrahli sadri ve sirri amri ve hlaqatan min lisani yefqahu qavli. Əziz Peyğəmbərimizdən bir rivayət vardır. Peyğəmbərimiz deyir, bir gün məsciddə namazdan qutarandan sonra üzün tutur sahabələrinə belə bir sual ünvanlayır. Buyurur ki, ələ uxbirukum bi şərarikum. Peyğəmbər buyurur dostlarına ki, mənim dostlarım, sahabələrim, istəyirsiniz sizə ən şər, ən pis insanlar kimdir, onları sizə açıqlayım. Qalu bəla ya Rəsulullah, deyirlər, bəli ya Rəsulullah, kimdir onlar? Ən pis insanlar kimlərdilər? Peyğəmbərimiz belə cavab verir, buyurur ki, əl-məşşauna bin nəmimə, əl-müfarriquna beynəl əhibbə. Buyurur ki, söz gəzdirənliklə dostlar arasında təfriqə yaradanlar ən şər insanlardılar. Hədislərdə buyurur ki, söz gəzdirən şəxs beşə daxil olmaz. Söz gəzdirməliyin insan həyatına təsirlərinə bir də bundan ibarətdir ki, əxlaq alimlər buyururlar ki, bu pis əxlaqi dəyərə, o kəsi ki, bir dostların arasında, bir qonşu ilə qonşu arasında, bir qohum-əqrəbə ilə qohum-əqrəbə arasında söz gəzdirənliyi eləyər, bu əxlaqi dəyər əxlaqi rəzilə əxlaq hesab olunur, pis əxlaq hesab olunur. Zərərlərindən biri budur ki, bu insan beşi daxil olmaz. İkincisi də budur ki, bu insan dünyada olanda onun duası qəbul olmaz Allah dərgahında. Bir gün Musa Peyğəmbər öz zamanında görür ki, yağış yoxdur, quruluqdur. Bir namaz var, istisqa namazı, yağış yağmaq namazı bizim şəriətimizdə də mövcuddur. Bir Musa Peyğəmbər kənd cəmaatını götürür, getsin səhralığa ki, bir səhərdə namaz qılsınlar, yağış yağsın. Bunlar gedirlər səhralığa. Qarşıda Peyğəmbər dayanıb, cəmaatı dayanıb, onun arxasında namaz qılırlar ki, yağış yağsın, quraqlıq getsin. Bir neçə gün bunlar duyurlar, yağış yağmır. Cəmaat da Peyğəmbərin barəsində şübhə düşürlər. Çünki Peyğəmbərlərin duası Allah dərgahında, onlar müstəcəbat dəvadırlar, onların duası Allah dərgahında qəbul olan şəxsdirlər. Qayıdıb gəlirlər kəndə, Peyğəmbər narahat olur Musa Peyğəmbər. Və Allah ərz edir ki, ya Rəbbəl aləmin, cəmaat mənim barımı şübhə düşübdür ki, mən quraqlıqdır, cəmaatı getmişəm səhralığa ki, yağış yanmazı qılaq, yağış yağsın, dua ilə yağış yağsın, quraqlıq getsin. Ya Rəbbəl aləmin, yağış yağmır. Və cəmaat mənim barımı şübhə düşüblər. Allah tərəfindən belə nida gəlir Musa Peyğəmbərə, Musa, ged o kənd cəmaatına çatdır ki, duanın qəbul olunmamasının səbəbkarı sən Peyğəmbəri yox, sizin içində bir nəfər vardı ki, o namaz qılanlardan. O cəmaatın sizin arada söz gəzdirənliyi eləyir. Söz gəzdirənliyi elədiyi üçün sizin duanız Allah dərgahında qəbul olunmur. Musa Peyğəmbər gəlir kənd cəmaatına deyir ki, cəmaat, biz iki neçə gündə dua edirik ki, yağış yağsın, yağış yağmır. Allah tərəfindən belə bir xəbər çatdı ki, bizim içimizdə bir nəfər vardı ki, o şəxs söz gəzdirənliyi eləyir, ona xatirdir ki, bizim duamız Allah dərgahına girib çıxmır. Peyğəmbər bunu deyəndən sonra cəmaat hamı dağılışır. Dağılışandan sonra bir nəfər sonradan qayıdı gəlir Peyğəmbər, yəni deyir Musa Peyğəmbər, deyir bəli, deyir Musa Peyğəmbər. O söz gəzdirəni eləyən şəxs mənəm. Mən söz gəzdirəni eləyirəm dostlarımın arasında. Musa Peyğəmbər deyir ki, get onda istiğfar elə, Allahdan bağışlanmaq istə ki, Allah sənə bağışlasın, ta ki yağış da yağsın. Bu şəxs gedib tövbə eləyir, Allahdan bağışlanmaq istəyir, Musa Peyğəmbərin vasitəsi tutur Allahın arasında ki, Allah bunu bağışlasın. Bu tövbə eləyəndən sonra gedirlər, bunlar yenidən dua eləyirlər, səhərada dua eləyirlər, namaz qılırlar və yağış yağır. Bu rivayət biz ona çatdırır ki, görürsən bir dənə kiçik əxlaqi bir dənə dəyər insanın həyatında bu qədər mühüm rol oynayar ki, hətta insanın ibadətinin və itaətinin Allah dərgahında qəbul olmasına belə mane yaradar. Allahın verə izzəti zəlalı xatirinə Allah mütəala inşallah bizi dünyada ikən pis və rəzillə əxlaqı olanlardan qərar verməsin. Allah bir tövfiq versin ki, yaşadığımız müddətdə inşallah Allah deyən kimi fəzailə əxlaqla inşallah yaşayanlardan qərar versin. Esselamu aleykum və rəhmətullahi və barakatuh.